Şamınız xeyir, mənim gözəl xalqım, gözəl millətim, gözəl ana bacılarımız. Mən burada bir 2 dəqiqə Ali Baş Komandan, Cənab Nazirimizdən, Baş Prokurorumuzdan xahiş edəcəm. Cənab Nazirimiz, sizə qurban olaram. Elə bil öz oğlunuzam, öz balanızam. Mənim sizlərə bir xahişim var. Biraz da vətəndaş kimi. Mən xahişim odur ki, ayın 4-ü günü mən Bərdədən Şəmkirə, şəhid mövzuna gedən tərəfə o görüntülər çıxsın. Məni hansı qaylar saxlamışdı, məni hansı qaylar qıçamman, bu koftamın burasından dartıb cırmağını, mənim qolumman vurmağını, Şəmkirin tərəfə gedən, həmən nöqtədən, həmən posta məni nə tərcih etmişəm, nə tər aparmışam, nə tər aparıblar, o görüntüləri səndən xahiş edirəm. Bir oğlun kimi, bir balan kimi, bir nəvən kimi. Gözəl mənim nazirim, sizə qurban olaram. Ayın 4-ü günü, əgər mən səhv insan idimsə, əgər mən yalan danışan insan idimsə, əgər mənim günahım var idisə, ayın 4-ü günündən bu günə qədər onlar niyə medianı paylaşmırdılar? Onlar Daxili İşlər Nazirliyinə niyə məlumat vermirdilər? Mənim maşınımı alıb əlimə niyə qoymurdular? Mən işçili idimsə əgər, mənim niyə aparıb həkimə yoxlamırdılar? Niyə mənim əgər sənətim yox idisə, cərmələrimi yazardılar? Mənim sənətim yox idisə, maşını qoyardılar ora, mən peşkom gedərdim. Mənim əgər onlar mənim ayın 4-ündən bu günə qədər niyə etmədilər? Ali Baş Komandan Əməliyev cənabları, mənim gözəl nazirim, gözəl baş prokurorum, onlar mənə çıxdılar, yalvardılar. Mən haqqı deyən oğlanam. Onlar pul təlif elədilər. Mən haqqı deyən oğlanam. Onlar neçə adamlar çıxartdılar mənə. Mən haqqı deyən oğlanam. Gəncə şəhərində bir klinkanın müdürü var. Onu da mənə çıxartdılar. Mən yalan danışan oğlan deyiləm. Mən millətimi, dövlətimi satan adam deyiləm. Sizə qurban olaram. Həmən Bərdədən Şəmkirə gedən posta qədər məni nə vəziyyətdə ediblər, onları səndən bir oğlun kimi, bir nəvən kimi, bir balan kimi, bir Azərbaycan xalqı vətəndaşının daşıdığım üçün sizdən xahiş edirəm, onları çıxardın, görsədin. Sizə qurban olaram. Mən, əgər mənim həmən video çıxsa, həmən video, mən həmən posta nətər girdiyimi, əgər mən yalan danışsam, mən çıxıb bu ata Azərbaycan xalqından üzr istəyəcəm. Sizlər də nə desəniz, mən onu edəcəm. Bir Azərbaycan xalqı kimi. Bunlar ayın 4-ündən bu günə qədər gözlədilər. Mən bir gündə gözlədim ki, yəqin bunlar gələcək, bir dəyəcək gedək balamızdır, bir bizim atamızdır, şəhid atası olubdur, ya tanımamışıq, ya bilməmişik. İnsanıq. Bəlkə elə gedib bir stəkan çayını içərik, bir balasının qəbrinin üstünə gedərik, bir polis kimi, bir Azərbaycan xalqı kimi, orada da öpüşərik, görüşərik, yoluna qoyardıq gedək. Bu ayın 4-ündən bu günə qədər bunlar hardaydı? Dünənlərin onlar mənə zəy vuranda, dayı, videonu bağla, mən yarım saat ərzində bağlamaqla onlar başladı mediaya, həmən pullar verildi, posta, mənə təhlib olunan pulları. Mən pul adamı deyiləm. Mənim hamıdan soruşsun. Bunlar mediaya bunu paylaşdı. Sizdən xahiş edirəm, bunu haqqı çıxardım. Haqq nədir? Yolu ilə getdi. Mənim xalqım görsün. Ancaq Şəmkirə gedən tərəf. Məni saxlanan serjant, cavan uşaq, mən onun yanına birini çağırdı. Ondan sonra da o bir ikisiləri. Sizə qurban olum. Əğrinizin altında ölüm. Mənim cənab nazirim, sənə qurban olum. Səni Allah bizim üstümüzdən əsi eləməz. Gözləyirəm, məni çağırın, qəbul edin. O haqqı, qanunun nədir, onu da et. Sənə qurban olaram. Şəmkirə gedən yolu çıxasın. O saat 4 iradələrində, 5 iradələrində mən Şəmkirdən qayıtdığımdır. Bir valideyn kimi saxladım ki, qoy görün bir dəyəcələrə, bu ata, 5 damar, anjiyo, bel platin, bəlkə
Ben bir ölüm elədim, onlar eləmədi. Posta bir adam olmadı, birdən o oldu. Bir dənə də içəridə bir komandir var idi. Çox gözəl bir insan idi, dedi muavinə. Mənə çay verdi, kofta gətirdi. Sizə qurban olaram. Şəmki gedən tərəfi çıxartdı. Gözəl nazirim. Gözəl prokurorum, gözəl ali baş komandam. Bu qədər.